Birinci hədis. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur. İki kəlmə vardır ki, dildə söylənilməsi asan, mizan tərəzisində ağır, Rahmanə də çox sevimlidir. Subhanallahi və bihamdihi, Subhanallahil azim. Görürsən iki kəlmədir. Subhanallahi və bihamdihi, Subhanallahil azim. Əzəmətli bir zikirdir. Dildə söylənilməsi çox asandır, xəfifdir. Belə bir çətinlik çəkmirsən. Belə bir məşəqqət hiss elədin? Yox. Həmçinin tərəzidə də ağırdır. Qiyamət günü tərəzidə çox ağır gələcək. Və həmçinin Allahu Teala da çox sevimlidir. Bu hədis nəyə göstərir? Görürsən əməl belə deyək də, balaca bir əməl olsa da görsənsə də. Lakin gör tərəzidə necə bir ağır gəlir. Çəkisinə bax əməlin. Niyə? Çünki Allahın sevdiyi kəlmələrdir. Allahın sevdiyi əməllər bax belədir. Elə əməllər var ki, biri digərindən fərqlənir. Əməllər də fərqlidir. Dərəcəsinə görə, ağırlığına görə, qiyamət günü. Bu kəlmələr də doğrudan əzəmətli kəlmələrdir. Deməli, Allah zikir böyük bir ibadətdir. Bax, Subhanallahi və bihamdihi, Subhanallahil azim. Nə qədər vaxt getdi? 3 saniyə. 3 saniyə qazandığın savaba bax. Bu Allahın bizə olan lütfüdür. Allahın bu ümməti olan lütfündəndir ki, az bir əməllə, məşəqqətsiz bir əməllə gör necə böyük savablar qazanırsan. Məgər Allah bu ümməti sevmirmi? Vallahi ona dəlat edir. Müsəlmanın, bir müminin böyük bir savab qazanması üçün Allah Teala gör bizə nə buyurub? Qısa bir kəlmələrdir, asan kəlmələrdir, lakin Rahmanı çox sevimlidir, yəni Allaha. Və tərəzidə də ağır gəlir və hər bir müsəlman gərək bu cür xeyirlərdən özünü məhrum eləməsin. Gündəlik olaraq Subhanallahi və bihamdihi, Subhanallahil azim mütəmadi desən, gör nə qədər böyük savabları əldə etmiş olarsan.